Bizim ailemiz ümumiyyətcə də desək, İçəri-şəhərin ən qədim demək ailələrdən birisidir. Bizim evimiz lap Şirvanşahlar Sarayının yapışıqlıdır demək olar. O bir daha gravyura var. Bir Alman seyyahı o vaxt gəlir, demək 17-ci əsrin əvvəllərində Şirvanşahlar Sarayının demək şəklini çəkir, gravyurası. Orada bizim evimiz vardı, görsənir. O vaxt bir mərtəbə, sonra 2 mərtəbə olur. Demək, mənim atamın atası, Mirkazım, o vaxt məşhur milyonçu oldu, Həcəc ağa. Onun demək, yanında ekspeditor kimi bir şey işləyir. Amma belə oldu ki, o gənc yaşlarında bu bir hadisə nəticəsində məhv olub. Onda mənim atamın demək, cəmisi 5 yaşı olub. Onun demək, babası Seyid Sadıq onu saxlayıb. Amma 12 yaşından bu məcbur olub gedib işləməyə. Çünki Seyid Sadıq da özü də müflis olmuşdu. Atam Seyid Hüseyin məcbur olub 12 yaşından geçsin işləməyə. Mətbəədə işləyib, orada çox qardaşları vardı. Bunların məşhur Kasbi mətbəəsi olub. Orada işləyib. 14 yaşından başlayıb yazmağa. Kiçik şeylər beləcə. Orada ki, bizim evimiz demək, ədəbiyyatçı ailəsi idi. Mənim anam çoxlu şeirlər bilir, hətta ata çox. Biz onu əzbər bilirdik. Doğrudan deyil. Özümüzdə çoxlu zatlar gəlib gedirdik. Yazıcılar, şairlər, ondan sonra ki, bunlarla yaxınlığımız var. Hüseyin Cavidlə biz çox gün yaxındıq. Atamın ən yaxın dostlarından birisi Hüseyin Cavid olur. Hüseyin Cavidin həyat yoldaşı Müşkindən çıxan mənim anam da yaxın rəfiqi idi. Ondan sonra Əhməd Cavadla yaxınlığımız olub, gəlib gedib bizə. Müşfiq bizə tez-tez gəlib gedirdi, çünki anam onun xətrini çox istəyirdi, o uşaq oldu ki. Bizim evdə həm bir şey zat olmaq, adam olub, hamısı yazıcılar zatlar. İndi atamın yaxın dostu var, Yusuf Əzə Çəmənzəməndi. Onun rəssamlığa da vardı. O ilə məsləhətləşdi, o da gəldi, bizim mənim işlərimə baxdı. Dedi ki, bunlar rəssam çıxarır. Doğrusu, əsas səbəb rəssam olmağımla Yusuf Əzə Çəmənzəməndidir. Yeddinci sınıf qurtarandan sonra rəssamlıq məktəbinə daxil oldum. O vaxt rəssamlıq məktəbinin direktoru Əzimzadə idi. Sonra belə oldu ki, demək, bu 37-ci illərdə, o pis vaxtlar başladı, repressiya dövrləri. Onda mənim demək, atamı həbs edildilər, güllələdilər, anamı tutdular, göndərdilər Şimala. Orada 8 il həbs cəzası keçdirib, o qonumlarımızı xalamgilin, dayımgilin sürgün ərədilər. Çox çətin bir dövrdür, həddindən artıq. Çünki bizim ən görkəmli ziyalılarımız, alimlərimiz o vaxt həbs olunmuşdu, məhv olmuşdular. Hətta bizim öz rəssamlıq məktəbindən də Artisandan müəllimlər bilir, həbs olundular. Məktəbin direktoru İsmail Axundovdur. Olducu yaxşı adamdır, balaş-balaş, amma qaldı ki, hamısı qorxurdu da zamanla. İsmail Axundovun da babası, Axund, Məştəq Axund idi, qorxurdu burası. Bir gün məni çağırdı, dedi ki, sənə var. Ata o tutdular, ana o tutdular, filan gəl bir gün də səni tutarlar. Mən səni xatıla düşərəm, mən qorxuram. Gəl səni gediyinə məktəbdən, çıx gedəm. Başı mən çıxmağa məcbur oldum. Sonra ərizə verdim, o vaxt Mədəniyyət Nazirliyi yoxdur. İncəsənət İşləri İdarəsi vardı, Savnarkomun nəzdində. Ruhullah Axundovdur, oranın sədri.
O vaxt təyin elədi ki, demək komissiya olacaq, bizim işlərimizə baxacaqlar. Biz yığışdıq, demək komissiyanı gözləyirik. Sonra məlum oldu ki, o gecə Ruhullah Axundov özündə tuturlar. Sonra demək bir başqasını təyin edilər. Davud Rasulzadədir. O da həmçinin gecəni onu tutub apardılar. Sonra üçüncü demək sədr oldu orada Mirzə İbrahimov. O da oradan çox kömək elədi. Komissiya yığdı, Üzeyir bəy də oranın üzvü idi. O mənə şəxsən özü çox kömək elədi. Çünki İsmail Axundov çağır, onu acıqlandı ki, sən nə ixtiyarın var, uşağı da bezbaxt tərəfini zaddan çıxarmısan. Məktəbdən çıxarmısan. Demək, rəssamlıq məktəbini qutarandan sonra istədim instituta gireyim. Orada o vaxt Bakıda institut yoxdur, Moskvada idi. Oraya getməyə hazırım. Düz bir maddi cəhətdən çətin, amma ki, istədim gedim. O da mümkün olmadı, çünki mənim özümdə sürgünlər öldürdü 41-ci ildə. Müharibə başlamamışdan qabaq. Mən ona dair demək istəyim, nə qədər çətindir. Orada başladı. Özü mən öy uşağı, cəmisi 20 yaşım vardı da, hələ şeylər görməmişdim. Orada əsasən çoxları mənim kimilərdir, xalq düşməninin uşaqları idi, onlarla bir yerdə işləyirdi. Demək, 2 il yer qazımaqla məşğul oldu. Özü bilsin nə cürdür o. Orada torpağı, don, belə burada şaxta çox olurdu. 30-35 dərəcə şaxta olurdu. Torpaq belə donurdu ki, külüncü vuranda oradan iskırı çıxır, qığılcım çıxır. Belə bir daşı vurursan. Biz zatda yaşayırdıq, Zemlyankada. Baraq kimi, amma yerin altındadır. Bir an hələncə Zemlyankada bir 250 adam qalır. Necə işləyirdik, hələncində gəlib yatırsan orada. Soyunmaq da məsələsi yoxdur. Səhər dururdu, bütün duvarlara Zemlyankaya ağıbbaq, don vurur, belə edir. Demək, 44-ün əvvəllərində belə düşdü ki, mən birdən rəssamlarla məşğul ola bildim. Düzdür, bu belənçi rəssamlığım yox, əsasən orada demək, şüvar yazmaqdır, məsuat ki, Stalin portretini işləmək, bayraq düzəlmək təqdədir. Herhalde demək, yer qazmaq işi dördü də, həmişə yaxşıydı. Nisbətən yaxşıdır. Düzdür, açdığını həmişə açdıq, həmişə gözümüz açdı. Yuxuda demək. Hesab edin, mən çörək görürdüm. Doğru, yox. Başqa fikrim yoxdur. Əsasən yeməkdir. O ta 45-ci ilin axırın üçün davam edir. Çok sağ ol. O təzə başlamışam. Bu müzeyi üçün. Sibirdən gedəndən sonra müəyyən müddət mən işsiz qaldı. Çox çətin oldu. Mənim yaxın dostum vardı, Necəqulu, karikaturist. O mənə təklif elədi ki, kitab qrafikasıyla məşğul olum. Mən getdim nəşriyyata, oranın direktoru mərhum Cevriyal Rızaquluzadə idi. O da mənim atamın tələbəsi olmuşdu. O da mənə çox yaxşılıq elədi. Çox xeyirxahlığına qarşıladı. Bir neçə sifariş verdi. O da ki, oradan başladı mənim kitab qrafika sahəsində olan təcrübəm deməyə, başladı inkişaf eləməyə.
Ben sonra Abşeroniyam, en Bakıdayım da. Herhalde bu benim çok doğma geldi. Təqvimə ata doğma yoxdur, çünki buranı sevirəm da. Sevirəm. O vaxt 30 nəfərdir. Rəssam burada başladı bağ tikdirməyə. Onun demək layihəsini özüm vermişim. Burada çox zəhmət çəkmişəm. Yaylar həmişə burada işləyirdim. Bağda işləyirdim. Ona xüsusi bir necə deyərlər. O da oradan xüsusi bir ləzzət edirdi. Çünki həm yaxşı hava vardı, həm sakitdir, maşın yox, bir şey yox. Nə qədər işləyirsən işte, telefon da yoxdur. Yaxşı üzümüm vardı, düzü biraz azalıb, çox əla üzümüm vardı. Özü mən yaxşı şərab düzəldirdim. Və də şərab düzəldirdim ki, ən yaxşı markalarla ona müqayisə eləmək olardı. Çox gözəl şərablar düzəldirdim. Başqa ağaclar da vardı burada, məncüldür, ondan sonra ki, şaftalı vardı, qeysi ağacı, ərik ağacı vardı. Salam Oktay müəllim. Bağın qapısı açıq idi, sizin gəlsə köhnə Abşeron bağlarında. Bağ belə şeydir ki, orada qonaq olsun. Qonaq olmayan bağda nə baxılır ki? Onun ki, həmişə deyək, ünsiyyətdə olasın, dostlarının, yaxınların bir yerdə olsun. Köhnə bağlar həmişə məndə həzin hissiyatlar oyadır. Çünki köhnə bağlar yaddaşları tərpədir, xatirələri oyadır. Elə bu bağın özü. Nə qədər insanlar keçib gedib buradan. Və Oktay müəllimin özü də mənə bir xatirələr yumağı təsiri bağışlayır. Hər dəfə Oktay müəllimlə söhbət eləyəndə, telefonda, görüşəndə, digər ünsiyyətlərimizdə sanki mən qayıdıram keçmişlərə, 20-ci əsrin əvvəllərinə. Seyid Hüseyni görürəm, Cavidi görürəm, Müşfiqi görürəm. O insanları ki, Oktay Sadıqzadəni Oktay Sadıqzadə ediblər. Oktay Sadıqzadə böyük rəssamdır. Çox dəyərli bir ziyalıdır, böyük şəxsiyyətdir, çox mehriban bir insandır. Amma içərisində həm də mühiti yaşadan, keçmişimizin parlaq üzlərini yaşadan bir varlıqdır. Mən Nizami Muzeyində çox işləmişim. Mənim işlərimin çoxu Nizami Muzeyindədir. Orada çox mənim işlərim vardı. Həm portretlər var, həm tablolar vardı. Amma ən böyük əsər mən onu hesab edirəm ki, o vaxtında 5 dənə çox böyük tablo işlədim. Nizamine əlaqədar. Onlardan birisi demək, Nizami və Yunan fəlsəfəsi. İkincisi demək, Nizamidən əvvəlki ədəbiyyat. Mərkəzi tablo Nizami və Azərbaycan mədəniyyətidir. Ta qədim zamanlardan başlamış, müasir zamanlara kimi. Sonra dördüncü dimi tablo oldu, Nizaminin davamçıları. Beşinci tablo oldu, Avropa və Nizami yaradıcılığı. Çox samballı bu tabloları mən işlədim 5 il müddətində, müəyyən fasilələrlə. Oktay
Oktay müəllimin bağ evində, divarlardan birində 60-cı illərin əvvəllərində Səttar Bəhlulzadənin çəkdiyi bir rəsm əsəri qalıb. O təsadüfən bu bağa gəldi, o duvarı gördü. Dedi ki, bu duvara belə gözüm düşüb ki, mən geri istəyirəm burada bir şey işləyim sənin üçün. Öyle belə həvəslə işləyirdi ki, qaynətər. Bu buradakı onun işlədiyi iş 18 kvadrat metrdir. Onun ən böyük zaten əsəridir o. Bir kərəm. O qardaşı gəldi şəhərdə bizə. Deyək, Səttar yoxdur. 5 gündə öyle gəlmə, degarı qalmışıq. Emalatxanım yox, bəlkə sənin bağımda işləyim. Demək, mənsiz orada gelib işləməz. Amma degaram o gəldi bağa. Gəldi, görüb Səttar burada, tek başına. Öz qap pəncərə də yoxdur, taza yetişdirmişdim. Bir daha çörək alıb, uzaqda tinlə. Bir de bir vancı varını alır. 5 gündür oyunla dolanır, oyunla da işləyir. Mən fəxr edirəm ki, Səttarın ən böyük işlərindən birisi buradaydı. Bir 12 il yaxşı qaldı bu əsər. Amma sonra başladı ağarmağa, rəngin solanmağa zaten. İndi olduqca bir şey qalmır burada, izi qalır. ...59-cu ildə öyrəndi. Elmira xanım Şaxtaxtiyevski. O da artisanlı rəssamlardan birisiydi. Özü çox artisanlı nesildəndir. Xalq rəssamı oldu. Çox məşhurdur. Bu hər şeyi qəlbən qəbul edirdi. Belə hesab edirdi. Bu öy mənimkidir. Bu ər mənimkidir. Bu küçə mənimkidir, bu heyət mənimkidir, bu prezident mənimkidir. Mənimkidir o əslini böyük mənadır mənimkidir. Bir daha düz olmayan şey görəndə iri onu ədətdirəydi. Özü açıqlayandı. Özü ki, mərhum Heydər Əliyev onun xətrini çox istəyirdi ki, o açıq danışmağına görə. Rəssamlar var ki, onu geri tərif deyəsən. Ondan xoşlar gəldi. Amma Elmira hələ deyildi. İstimad tənqid eləsinlər, çünki bilirdi, hər tənqiddə öz əhəmiyyəti vardı. O yaradıcının həsr edilmiş Azərbaycan tarixidir. Amma çox təəssüf ki, çox tez getdi. Yaradıcılığı ən belə də yüksək hesabında getdi. Yaradıcılardan başqa, həm də müəllimlik fəaliyyəti ilə məşğul oluram. Mənim bu çox xoş gəlir. Oldu ki, mənim üçün bu əhəmiyyətlidir. O dərs deməkdən başqa, ondan başqa cəhəti var ki, ünsiyyət, iki tərəfli maraq geri olsun. Dərsdən başqa, çox tez-tez mənim emalatxanıma gəlirlər, evə də gəlirlər. Mənim üçün xoş vaxt oldu, tərəflər yaxşıdır. Ya rəssamlarla ümumi danışmaq belə çətindir.